Dostlarım, tanışlarım hərdən sorurlar. Təqaüdə çıxmısan, indi nə işlə məşğul olursan? Heç darıxmırsanmı? Darıxdıqda nə edirsən? Mən onlara deyirəm və sizin vasitənizlə də çatdırmaq istəyirəm ki, təqaüddə olmağın işləməyə, fəaliyyət göstərməyə heç bir dəxli yoxdur. Necə ki, mən müəllim idim, fəaliyyətimi göstərirdim, indi də eyni işləri demək olar ki, burada görürəm. Çünki gənc nəslin burada hazırlanmasına, seçilməsinə, onların birbaşa maarifləndirilməsi işini burada da aparıram. Sistemimizdə də əsasən birinci burada öyrənməkdir, öyrənmək. İkinci ünsiyyət. Üçüncü öyrənməklə bərabər öyrətmək. Və nəhayət idarə etmək dördüncü. Bəli, beləliklə bax necə ki, məktəb həyatında pedaqoji fəaliyyətlər öyrətmən kimi öyrədirdik, burada da həmin işləri görürük. Gənclərin hamısının seçilməsini, hazırlanmasını, öz işlərinin qurmasına və onları davam etdirməsinə yardımcı olmaq kimi şərəfli bir işlə məşğul oluruq. Əgər siz də təqaüddəsinizsə, mənim sizə bir dənə təklifim ola bilər. Bizim bio nömrəmizdə olan nömrələrimizə müraciət eləyin, gəlin əl-ələ verək və öz təcrübəmizdən gənc nəslin yetişdirilməsində yaxından iştirak edək. Sağ olun.